İşğaldan azad olunan ərazilərə qayıdış davam edir. Ağdamın Kəngərli kəndinə növbəti köç kərvanı yola salınıb. Bu mərhələdə 206 nəfər olmaqla 48 ailə doğma yurduna qovuşub. Zəfərlə nəticələnən Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərə dönüşün növbəti ünvanı Kəngərli kəndidir. Ailələr doğma yurduna qovuşmağın sevincini yaşayır. Bu günü biz çoxdan arzulayırdıq, çoxdan gözləyirdik. Mənim istədiyim ən böyük arzum Şuşanı görməkdir. Sonra da bizim doğma torpaqlarımızda əsas qəbirstanlıqlarımızı ziyarət eləməkdir. Kəndimizi görməkdir. Oxuduğum məktəbi görməkdir. Bizim üçün ən gözəl, ən sevinçli bir gündür. Çox şükürlər olsun ki, çox uzun illərdən sonra 32 ilin həsrəti bugün tamamlanır. Biz öz torpağımıza qayıdırıq. Şükürlər olsun bugün günə. Ən birinci növbədə atam mənim orada rəhmətə gedib basılıb. Ən birinci növbədə onun məzarını ziyarət eləmək olacaqdır inşallah. Ondan sonra da bizim indi tikilifdir, qurulubdur. Biz gedib hələ görməmişik. Gedib görərik də hamısını, yaxşı bir yerləri, ondan sonra gəzməli yerləri inşallah ki. 32 ildən sonra biz öz torpağımıza gedirik. Bugünkü günə çox şükür. Allah dəyməsin, dədə-baba yurdumuza gedirik biz. Vallahi öz vətənimizi edirik də bundan ən xoş gün olar, yox. Gedirik vətənimizdə yaşayaq. 32 il burada yaşamışıq, Allah nə ömür verib, orada yaşayaq biraz da. Özümüz istəyirik ki, orada hamısı təhsil alsın, məktəbə girsin, instituta girsin. Ağdam rayonunun Kəngərli kəndindən. Çıxmış o vaxtı müsibətimlə, qaydırıq indi şadçılığına. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərinə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır. Bakıdan yola salınan köç kərvanı Ağdamın Kəngərli kəndinə çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib.